Rəşid müəllim, həkimlərdən razısınız? Hamısından yox. Elə həkimlər var ki, burada and olsunlar, başqa ölkələrdə bəlkə kirəsi yoxdur. Yaxşı, öz sənətini bilən. Amma elə həkim də var, miyanədir, heç nə bilmir, yalanla. Bəlkə o həkimin də yanına daha çox xəstə gəlir, çünki reklamı güclüdür. Müəllimlərdən necə? Razısınız? Müəllimlərə də eyni zadım. Mən sizə deyirəm ki, bizim Azərbaycanda yaxşı müəllimlər çoxdur. Müəllimə İtalyanca padridir, padri ata deməkdir. Bəli, padri. Bizim türklər ona xocam deyir, öyrətmənim deyir, mənim böyüyüm, axsaqqalım deyir. Bizdə də hər küçədən gedənə şofrədə müəllim deyir. Deyir, demirik, deyir. O qədər müəllim var ki, yaxşıdırlar, savadı da çoxdur, amma öyrətmə qabiliyyəti yoxdur. İşte, onu öyrədə bilmir. Savad var, bizə dərs keçən Cəlil Hüseynov vardı, akademik idi. Вот Qaraciyər, пожалуйста, yarısı Rusça, yarısı Azərbaycanda. Bizə leksiya deyir ha. Вот Qaraciyər, пожалуйста. Вот Muskat Qaraciyər. Muskat, yəni əzələ şəklini alıb da, toxumadan qalmır. Fibroz Qaraciyər. Leksiya deyənmir, akademik idi. Öyrədə bilmirdi.